Dostlar, salam, hər vaxtınız xeyir olsun. İki yollu vana haqqında sizə qısaca olaraq məlumat vermək istəyirəm. Üzərində olan aktuator başlıq divardan idarə olunması üçün otaq tipli termostatdan idarə olunur. İstədiyimiz zaman komanda göndərib açıb bağlaya bilirik. Gördüyünüz bu istipolun bütün konturlarında olmalıydı aktuator. Sadəcə ev sahibi bu cür istədi, istəyini nəzərə alaraq bizdə belə bir şey yerləşdirdi bura ki, amma ki belə bir şey var ki, bütün konturları bağlaya bilir. Məsələn, bütün konturların özünə görə aktuatoru olur. Məsələn, yataq otağının, mətbəxin istədiyi zaman oradan idarə edib açıb bağlaya bilir. Amma ki, dərsə bunu yerləşdirdiyimizə görə bütün konturlar bağlanacaq. Yəni ki, bütün mənzildə bütün istipol konturları bağlandığına görə, yəni hamısı bir yerdən idarə olunacaq. Ötürücü kollektorumuzda qazanxanada 3 yolu vana qoymuşuq. O dərəcəni sabitləmək üçündür. İstədiyimiz zaman dərəcəni azalıb çoxalda bilirik. Bu isə tam olaraq istipolu dayandırmaq üçün. Yəni ki, adam istəsə, istədiyi zaman açıb bağladığına görə dönüş kollektoruna, toplama kollektoruna su getmədiyinə görə, su dövr eləmədiyinə görə bütün sistem dayanacaq. Dostlar, əlimdə gördüyünüz bu kürəsil vana ilə bunların fərqi sadəcə bu aktuator rolu var. Yəni ki, o aktuatordakı dediyim kimi divardan idarə olunur. Bu isə əli ilə belə açılır, bağlanır.